Dünyada hər 3 nəfərdən biri layiqli mənzil təminatına sahib deyil. Qarşıdakı 20 il ərzində gecəqondularda yaşayan şəxslərin sayının 3 milyarda çatacağı proqnozlaşdırılır. Bu barədə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya komandası tərəfindən media nümayəndələri üçün keçirilən ilk təlim sessiyasında məlumat verilib. Qeyd edilib ki, böhranı dərinləşdirən səbəblərdən biri isə mənzil təminatı üçün investisiyaların qeyri-bərabər paylanmasıdır. Tədbirdə 20-yə yaxın media nümayəndəsinə hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri barədə məlumat təqdim edilib. BMT-nin proqnozlarına görə 2050-ci ildə dünya əhalisinin 70%-ə qədərinin məhz şəhər yerlərində yaşayacağı nəzərdə tutulur, belə deyilir. Sözsüz ki, urbanizasiya həm iqtisadi dirçəliş üçün, rifah üçün, imkanlar üçün böyük fürsətlər yaradır. Amma bununla belə bir çox çağırışlar yaradır ki, bunların da ilk bunlarla rastlaşan şəhərlərdir. COP29 çərçivəsində qurulan və şəhər sakinlərini narahat etməyən, əksinə onların gündəlik həyatına uyğunlaşdırılmış şəraiti xüsusi qeyd edə bilərik. Təbii ki, bizim ortaq missiyamız təkcə uğurlu forum təşkil etməklə bitmir. Forum başa çatdıqdan sonra qəbul olunan qərarların real təsir göstərməsidir. Xüsusilə gənclərin, qadınların və əlilliyi olan şəxslərin şəhər inkişafı ilə bağlı qərarların qəbuluna cəlb edilməsi mühüm əhəmiyyət daşıyır.